Məsələn, mən kasıb ailədə doğulmuş bir qızam. Nə düşünəcəm? Əgər irəli getmək istəyirəmsə bu həyatda. Tam səmimi. Yəni ən asan yol. Ən asan yolda nə görürəm? Bir varlı oğlan tapım, həyatım qurtulsun. Bəli. Bir dənə varlı oğlan tapsın, yaşayan ailədən olsun, məni də qabağa çəksin və evlənirəm. Evlənirəm, gedirəm, düşürəm o ailəyə. İndi təbii olaraq ki, onlar məndən üstündülər axı. Maddi cəhətdən məndən üstündülər, güc cəhətdən məndən üstündülər. Zaten elə maddi cəhətdən üstün olmaqları onların güclü olmağı deməkdir. Və mən orada nə edəcəm? Sıxışdırılacaqsınız. Mütləq. İkinci sual. Onlar məni niyə alıblar? O maraqlıdır doğrudan. Əzikdir bəlkə də ona görə istədiyimiz kimi idarə eləyərik. Bəli. İstədiyimiz kimi idarə edərik. Bax, çox qəşəng söz dediniz. İdarə etmə. Güclü insanların, yəni bəlli bir yerlərə gəlib çıxmış insanların içində bir idarəçi instinkti olur. Ona görə güclülər güclüləri çox da sevmir. Yanında. Güclülər həmişə həyatında daha zəifi çəkirlər ki, onu kontrolda saxlasınlar, ona istiqamət versinlər. Belə bu rəfiqələr arasında da olur bu məsləhət adı altı ilə baxırsan ki, təhqirlərə keçir yavaş-yavaş, bəzən incidici sözlərə keçir. Niyə? Öz əzəmətini orada hiss edir, səni alçaldır, özünü qaldırır.